Deməli, gəlsə, biz bu gündən keçirik web moduluna. Hansı ki, web modulunda mənim Figma'da vaxtı ikən dediyim bəzi şeylər, uşaqlar, bunlar önəmlidir falan. Onları həqiqətən öz gözünüzlə görəsiniz ki, niyə önəmli idi. Vaxtı ikən biz bunları deyirdik. Okey, gəlin silabusla gedək. Və bu modul necədir? Bu arada biz nə keçəcəyik? Eşidirsiniz də, səsim gəldi, düzdür? Hə. Biz bu modulda nə keçəcəyik? Birinci bunu bilək. Siz bilərəkdən bilin ki, yəni bu random yazılmayıb burada yazılan mövzular. Həqiqətən planlı şəkildə yazılıb. Biz birinci ay keçəcəyik HTML. Yaxşı, gəl belə eləyək. Mən çox kiçik. Biz bunları danışaq. HTML-ə kimi gələk, ondan sonra mən bu haqda. Çünki biz birbaşa mən məlumat versəm, bu sizə mənası olacaq. Çox kiçik deyim ki, insan bədəni ilə ümumiyyətlə bu proqram məsələsini, web məsələsini müqayisə eləsək, web dünyasında belə deyək də, biz istənilən bir sayta girsək, JetSchool-un məsəl üçün saytına girirəm. Fikir versəz bura, mən sizə keçən vəz göstərdim də. Baxın, bura nə yazılıb? HTML, düzdür? İndi bu bir web saytı. Bu web saytın tərkibində var HTML, CSS, JavaScript. Hansı ki biz bunları keçəcəyik. Baxın, birinci ay biz HTML keçəcəyik. İkinci ay CSS. 3 və 4-cü ay isə JavaScript. Əlidir. Əleyküm salam. Vaxtında gəlmişsən. Niyə gecikmişsən? Niyə gecikmişsən? Eyb yox. Eyb yox. Çalışaq gecikməyək. Çünki bundan o tərəfdəki dərslər hamısı bir-birindən zəncirvari əlaqəlidir. Biz nəyisə başa düşməsək, sonra ümumiyyətlə başa düşməyəcəyik də. Belə deyək. Uşaqlar, biz keçəcəyik birinci ay HTML. İnsan bədəni ilə müqayisə eləsək, insan bədəni ilə də burada insana oxşar bir şey çəkək də. Yəni ki, burada əyarları olsun, nəsə belə bir şey olsun. İnsan bədəni ilə müqayisə eləsək, uşaqlar, bir saytların da bir skeleti var. Biz insanların da bir skeleti var, düzdürmü? Və HTML sanki saytların bir skeletidir. Biz skeleti birinci qururuq. Burada baş olacaq, nə bilim, qollar burada olacaq, nə. Всё, bu okey. Sonra biz keçirik CSS. CSS də nədir? Çox qısa deyirəm, qısa deyirəm. Ki biz ümumən temanı başa düşək, sonra dərinləməsinə keçəcəyik təbii ki. CSS də nədir? Ən sadə dildə həmişə deyilən bir söz var. Məsələn, insan bədənində saçımız var, nə var? Başqa gözümüz var, gözümüzün rəngi var. Nə bilim, qaşımızın rəngi var, qulağımız var, qulağımızın rəngi var, nə bilim, forması var. Bax, bunlar var, insanın adi öz dərisinin rəngi. Bax, bunlar isə CSS-dir. Necə ki, saytlarla müqayisə etsək, baxın. Bax, burada, nə bilim, bu belə deyək də, yazının rəngi, nə bilim, burada bir butonun rəngi. Bunlar hamısı CSS-dir. Bir bəzək-düzək işləri, qısaca. Aydındır. Ən sadə dildə danışırıq hələ ki. İndi biz nə elədik? Bu insan maketimizi, skeletini qurduq HTML-lə, nə bilim, rəng zat verdik, şey elədik, CSS-lə. İndi amma bu insan bir növ şey kimidir. Modellər olur, belə paltar geyindirirlər, durur, belə hərəkətsiz. Bildiniz nə demək istəyirəm? Bildiniz uşaqlar? Paltar geyindirirlər, dayanır, belə hərəkətsiz. İndi buna bir hərəkət lazımdır, düzdür bu insana. Qollarını aşağı-yuxarı hərəkət eləsin, nə bilim, başını hərəkət eləsin. Bax, burada isə işimizə yarayır bizə JavaScript. Hanı bizim JavaScriptimiz? Bax, burada isə yarayır JavaScript. Hansı ki, JavaScript-də biz deyə bilərik ki, funksiyonallıq tərəf. Orada bir hərəkət ola bilər, orada bir animasiya ola bilər. Bu hissələr isə JavaScript-dir. Baxın. Bax, bunun buradan belə sürüşməsi JavaScript-dir. Düzdür, bunu HTML təqi ilə də yaza bilərik. İndi onları göstərəcəm. Amma burada bir JavaScript var. Bu dataların bura gəlməsi JavaScript. Nəysə,
Bunları çox uzatmaq istəmirəm. Çünki bunları danışmayanda biz bilməyəcəyimiz mövzulardır. İndi keçək bura. Bu birinci hissəndə çalışacağam çox uzatmayım. Amma bilməli olduğumuz məsələlər var burada. Və daha sonra biz keçəcəyik ümumiyyətlə HTML-ə, ümumiyyətlə Visual Studio Code. Biz kodu harda yazacağıq, niyə orada yazırıq, kimisi bu kimi məsələlər var. Bura kimi sual var uşaqlar? Hə? Tamam. Sual olsa deyin, önəmli məsələlərdir çünki bunlar. İndi keçdik internet və web tərtibatı. Nə qəribə sözdür web tərtibatı deyəndə. Yaxşı, bir dənə sual uşaqlar. İnternet nədir? Məsələn, sizə kimsə sizə belə bir sual verir deyək ki, internet nədir? Data deyən oldu, sonra internet nədir? Kimin fikri var? Yani serverlere bağlanmağımıza kömək olan Aha, bir şəbəkə. şey var. Şəbəkə. Ora kimi gəldin. Bəli, bizi ümumiyyətlə internet nədir? Dünyadakı ümumiyyətlə kompüterlərin, dünyada nə qədər kompüter varsa, onları bir-birinə bağlayan qlobal bir şəbəkədir. Düzdür? Bu nə deməkdir? Bizdə bunun gəlin keçmə olursa şeyə. İnternet cable, World Internet Cable deyək də, World Internet Cable Map. Belə bir şey var uşaqlar. Bu mən sizə göstərmişdim elə bil, hə? Sağ Bunu görək hardadır. Hə, baxın uşaqlar, bunu görmüşdük də biz. Bunlar dünya internetinin xəritəsidir. Hansı ki, məlumatlar dedik axı, internet kabelləri vasitəsilə gedir. Hansı ki, onlar da necəsə bir-birindən bağlı olmalıdır ki, bu məlumatlar gedə bilsin. Hansı ki, bunlar da bir-biri ilə bağlıdır. Burada fikir versəz, North Atlantic Ocean var. Hansı ki, North nə idi? Şimali Atlantik okeanıdır. Buna baxın, okeanın altından xətlər gedir. Və belə deyək də, biz Amerika qitəsi ilə, nə bilim, Avropa qitəsi ilə, digər qitələrlə həmən bu kabellər vasitəsilə bağlanırıq. Aha, indi gedək qeydimizi aparaq. Bizim qeydlər hardadır? Elə gəlin birbaşa buraya yazaq da. Deməli, internet. İnternet nə oldu? Dünyadakı kompüterləri bir-birinə bağlayan, uzatmayacağım bu mövzuları, narahat olun, ən vacib cümlələrdir. Aha, bağlayan qlobal şəbəkə. Aha, bu bir qeydimiz. İkinci, web məsələsi. Web sözü. Belə bir sözümüz var. Çünki biz adətən belə bir şeylər deyirik də. Web application. Web application nə idi? Web proqramı. Ay sağ ol, web proqram. Hansı ki, web proqram harada işləyən bir proqrama deyilir? Bizim kompüterimizdə yoxsa harada? Serverlərdə. Ay sağ ol, web hansı ki, bəli, serverlərdir. Ay sağ ol. Hansı ki, o serverlərə biz necə bağlana bilirik? Necə olur ki? Bax buna nə deyirik biz? İnternet. Və ona da biz brauzerlə, məsəl üçün, Jet School-un saytına mən girirəm, girə bilmirəm. Jet School deyək. Ay sağ ol. Hansı ki, bu web aplikasiyadır. Çünki mən ona web browser vasitəsilə bağlandım. İndi burada bəzi cümlələr işlədirəm. Onları niyə işlədirəm deyəcəm indi. Hansı ki, web də nədir? İnternet üzərində işləyir də. İnternet üzərində işləyən sistem deyə bilərik. Sistemdir. Hansı ki, bu internet üzərində işləyən sistemə biz browser vasitəsilə ümumiyyətlə bağlana bilirik. Və hansı ki, bu internet üzərində işləyən sistemdə belə bir söz var. Web development. Web development deyəndə biz nə başa düşürük?
buradan webdən irəliləyə bilərsiniz. Nə başa düşürük? Kimsə fikri var? Hə, uşaqlar? Mən saytın kodları. Aha, ay sağ ol. Ay sağ ol. Baş işləyir. Ben Qəşəng. saydım görmüyorum. Görünməyən, İşte de website diyelim. görünməyən deməyək, həm deyə bilmərik. Belə bir cümlə işlədə bilərəm. Əslində hə, bir növ ən sadə tabir etsək, saytın bir növ kodları və ya prosesi də belə deyək. Hansı ki, developer dediyimiz adam hər kimdirsə, proqramçı və ya proqramist, necə istəyirsiniz deyə bilərsiniz. Amma biz də deyirik normalda developer. Nə ilə məşğuldur? Developmentlə. Web development o deməkdir ki, məsəl üçün, mən bir web developeramsə, deməli, web saytları yazan bir developeram. Bir də var ki, məsəl üçün, desktop dediyimiz aplikasiya var. Desktop aplikasiya nə idi? Nə idi? Kompüter görünüşlü aplikasyon. Aha, əli partladır ha bu günləri. Kompüterimizə köçürdüyümüz bir proqramdır. Ona deyirik desktop aplikasiya. Web isə brauzerdə işləyən aplikasiyadır, proqramdır və ya. Bu development isə nədir? Belə deyək də, həmin bu web saytların hazırlanması prosesidir. Prosesidir. Belə deyə bilərik. Hansı ki, burada istəsəz bura bir dənə edit eləyək. Hansı ki, burada qarşımıza bizim bayaq dediyimiz HTML, CSS, demirəm amma bu bilirik də, xahiş edirəm düzgün tələffüz edək. CSS və bax, Java deyil ha uşaqlar, JavaScript-dir. Yaxşı, buna Java deyənlər olur adətən. Java başqa bir proqramlaşma dilidir. JavaScript isə başqa bir proqramlaşma dili. İndi sizə vacib bir şey deməliyəm. HTML və CSS, gəlin hətta yazaq, bunlar haqqında yazacağıq. Bir dəqiqə. HTML biz dedik nədir? Bayaq dediyi insan bədənlə müqayisədə. Saytın nə idi olar? Görünüşü. Saytın skeleti. Bir növ belə deyə yaza bilərik, struktur. Düzdürmü? CSS nə idi? Saytın dizaynı və ya görünüşü, bəzək-düzək işləri. JavaScript nə idi? Kodu. Ben saytın kodları. İnsan, bax, insanı yaratdıqda bir növ sayt skeletini elədik. Okey. Tək backend ifadəsi yox. Elə bir ki, insan biz yaratdıq, amma insan hərəkət eləmir. Düzdür? Sən ora insana hərəkətlilik qatmaq istəyirsən, bax onu JavaScript vasitəsilə edirsən. Hansı ki, bura yaza bilərik funksionallıq və interaktivlik. Hərəkət də yazım yadımıza düşsün, hərəkət. Belə yazsam yadımıza düşərdi. Ay, sağ ol. HTML, CSS və JavaScript. İndi, burada çox vacib bir qeydimiz var. HTML və CSS, və ikisi ilə yazaq. Və CSS proqramlaşdırma dili deyil. Bu bir nöqtə. Amma JavaScript bir proqramlaşdırma dilidir. Nöqtə. Müəllim, biz bu ay JavaScript keçəcəyik. Bu ay yox. Biz bu ay saytın skeleti necə qurulur, HTML-ni keçəcəyik. Sonra CSS, ondan sonra 3-cü və 4-cü aylar, yəni bu modulun 3-cü və 4-cü ayı JavaScript. Tələsməyə ehtiyac yoxdur. Sizin belə deyək də 25-26 yaşlı rəqibləriniz
güc bəla ilə öyrənirlər də HTML-i, amma siz yaxşı öyrənəsiniz. Çünki onlar heç kompüter işlədə bilmirlər, amma siz kompüteri bilirsiniz, nə bilim, algoritma bilirsiniz, Scratch-də oyunlar, animasiyalar yazmısınız, ən önəmlisi Figma görmüsünüz. O uşaqlar heç Figma görməyiblər, belə deyək də, akademiyada oxuyan uşaqlar, hansı ki birbaşa HTML, CSS-dən başlayırlar. Onlar əvvəlin məntiqi bilmədən kod yazmaq istəyirlər, amma siz məntiqi bilirsiniz, kod yazmaq sizin üçün oyuncaq olacaq, asan da olacaq. Sadəcə nə etmək lazımdır? Çoxlu praktika eləmək lazımdır. O praktikanda mən sizə deyəcəm ki, necə eləmək lazımdır, nəyi oxumaq lazımdır, hardan oxumaq lazımdır. Faydalı materiallara bu ay, yəni babat şeylər atacağıq, onu deyim. Okey, bu belə. İndiyə kimi danışdığımızdan kimin sualı var? Hə? Okey. Sual yoxdur. İnternet web danışdıq, HTML, CSS danışdıq. Browser server. Browser serverinə əlaqəli bir dənə şəkil var. Onu göstərəcəm, söhbəti tutasınız. Browser and server communications belə desək də olardı. Burada bir dənə şəkil var. Çox məşhur bir şəkildir. Təmrəcidən xətt. Bax. Bax, bu çox qəşəng şəkildir. Bunu başa düşə bilərsiniz. Bax, bir dəqiqə. Biraz keyfiyyətsiz şəkildir, elədir. Kompüterimizə server kompüterinə gedən Aha. xətt bildirir. Aha. Bir də şey oradan Bax, sizin üstünlüyünüz buradadır. Bax, siz server kompüter nədir onu bilirsiniz. Düzdür? Bilməyən varsa bir də deyim server kompüter. Ayso, sizin üstünlüyünüz buradadır. Həqiqətən əvvəldə IT biliyi olan adamın kod öyrənməyi çox rahatdır. IT biliyi olmayan adam kodu öyrənə bilmir. Həqiqətən, öyrənsə də çox çətinliklə, yəni güclə, bəla ilə. Amma siz bilirsiniz, sizin üçün artıq server bilirsiniz nə deməkdir. Bəli, bu clientdir. Client nədir? Kompüteri açıb, browserə girmiş adama client deyirlər, user deyirlər, istifadəçi deyirlər. İstifadəçi yazır internetə ki, məsəl üçün, JSchool, sayt yazmır, prosta internetə axtarışa yazır. Düzdür? JSchool yazdı. JSchool'da da, bax bu saytda dedik hardadır? Hansı kompüterdə növlərindən biri idi o? serverdə. Serverdədir, bəli. Server kompüterin özəlliyi nə idi? Bir dənə özəlliyi var idi. İçində çoxlu şeylər içində çoxlu şeylər saxlaya bilirdi. Müəllim 7-24 işləməli. Bəli. Bəli. İndi gəlir əməli sən deyənə 7-24 işləyir. 7-24 işləməsə, biz buna cəza saat 1-dən saat 12-dən sonra işləməsə, biz 12-dən sonra saytı girə bilməyəcəyik. Serverdə də bu məlumat necə olur baş verir, onu sizə deyim. Uşaqlar, bax, siz nəsə bir şey yaratmısınız, bir proqram, düzdür? Kalkulyator. Kalkulyator yaratmısınız da, ola bilər, niyə də yox? Düzdür? Bu kalkulyatoru belə deyək, istəyirsiniz ki, ayda mən nə qəşəng kalkulyator istəyirəm ki, müəllim də girsin, amma müəllim başqa ölkədədir. Siz istəyirsiniz ki, müəllim browserə yazsın ki, məsəl üçün, Turan kalkulyator yazsın, orada həmən mən yazdığım proqrama girsin, düzdür? Siz əgər belə bir şey istəyirsinizsə, siz yazdığınız proqramı bir serverə yerləşdirməlisiniz, serverə. Və bir proqramla bağlı bir söz demişdik. Proqramlar ən nəhayətində arxa planda nədir? Yəni Kod. koddur. Kodlar ən nəhayətində nəyin içində olur? Nəyin içində olur kodlar? Kompüter. Aha, papka. Papkanın içində nə olur? Gəldik. File. File. Ən nəhayətində fayl olur. Düzdür? Bu faylları elə bil ki atırsınız bura. 7/24 işləyən kompüterin içərisinə. Ən sadə dildə danışıram. Daha advanced danışmaq üçün mən sizə backend keçeyim. Ən sadə dildə. Ən nəhayətində fayldır. Bu faylı bura atırıq. Deyirik ki, sən işlə. Təbii ki, necə deyirik, o uzun söhbətdir. Orada siz
Nginx var, nə bilim proxy var, nə bilim qəribə terminlər var ki, siz onu bilməlisiniz. Deploy termini var. Çoxdur da orada tema. Ki hansı ki mən bunu özüm dəfələrlə eləmişəm. Serverə yerləşdirmişəm öz yazdığım aplikasiyanı. Heç asan çətindirmi? Yox. Yəni deyil. Amma öyrənməyə vaxt alan bir şeydir də, yəni belə deyim də. Çətin heç nə yoxdur. Okay. Ən nəhayətində fayldır. Düzdür? Məsələ odur ki, istifadəçi JetSchool yazdı sayta, brauzerə yazdı. Və bu sayta sorğu göndərir. Bax, sorğu nə idi ingiliscə? Request, düzdür? Request göndərir user serverə. Server deyir ki, hə, bir dəqiqə, mənə sorğu gəldi. Mən bu saytda arxada dedik axı, görünüş tərəfi təbii ki, backend-də hələ də deməmişik, backend-ə girməmişik. HTML, nə bilim CSS, JavaScript, nə kimi fayl, bunlar ən nəhayətində faylları idi axı. Bu faylları toparlayır, göndərir userə. Nə göndərilən orada bir dənə termin var idi, cavab. Cavab nə idi ingiliscə? Response. Bir dəqiqə, gəlin yazaq lan, bilmədik. Bilmədiksə yazmalıyıq. Deməli, request nə deməkdir? Sorğu. Response. Cavab. Oy olub, beynim yandı. Cavab. Deməli, user sorğu atır, request atır. Server response qaytarır. Cavab qaytarır. Elə ki, sən dostundan sual soruşursan, nəsə soruşursan, o da sənə cavab qaytarır. Bu cavab uğurlu və ya uğursuz ola bilər. O başqa söhbətdir. Ona girmirik. Okay. Başa düşdük bunu. Mənim internetimiz zəif olanda o cavab şey olacaq da. Uğursuz olacaq. Tək orada internet məsələsi deyil, başqa söhbətlər var. Biz bu haqda JavaScript mövzusunda, ümumiyyətlə JavaScript-i keçəndə danışacağıq. JavaScript-ə kimi hələ bizim çox yolumuz var. Bu brauzerdə başa düşdük. Əla, super. Biz harda qalmışdıq burada? İndi keçək HTML-in quruluşu. Uşaqlar, HTML quruluşuna keçməmiş, biz HTML-i harda yazacağıq? Birincisi sual bu. Visual kod stüdyosudur da. Aha. İndi uşaqlar, bir dənə sual. Mən məcburam ki, Visual Studio kod köçürüm. Yəni, mən adi bir text faylında kod yaza bilmərəm. Məncə, PowerShell-dən eləməliyik. Nə? PowerShell-dən promo keçənməliyik. PowerShell-dən neşə keçmirik ki, canlı da alarıq. Amma deyən, hələ biz ora gəlməmişik. Biz kodu, uşaqlar, müxtəlif yerlərdə yazarıq. Biz istəsək, burada da kod yazarıq. Başa düşdünüz? Notepad-də. Amma biz buna biz deyirik IDE. Baxın. IDE. IDE deyirik. Biz müxtəlif, bax, Integrated Development Environment. Biz müxtəlif IDE-lərdən istifadə eləyə bilərik. Amma bizim ən çox istifadə elədiyimiz Visual, kiçiklə yazaq, Visual Studio koddur. Oha. Android, nə alayım? Visual Studio koddur. Baxın, logosu da belədir uşaqlar. Göy rəngdə. Yaxşı, rəngi göydür bu arada. Başqa rəngə qaçmayın, xahiş edirəm. Okay. Sizə bunu atıram. Zəhmət olmasa Visual Studio bu nədir? Open source. Mən bu indi yükləyək. Hə, onu deyəcəm. Bunu köçürün, uşaqlar. Mən danışa-danışa siz köçürün bunu. Sizə atıram bunu, linkini. Faydalı materiallara. Bunu atdım. Mən şeydən Microsoft Store-dan yükləmişəm. Okay də. Yəni, fərqi var yəni. Yo. Baxın, bu başqa Visual Studio'dur uşaqlar. Mən burada backend yazıram. Bu isə front üçündür. Digəri, bax bu göy rəngdə olan. Bu isə front. Amma
İkisinin adı fərqlidir. Bax, biri Visual Studiodur, biri Visual Studio Code'dur. İkisi də fərqli idedir. Fərqi yoxdur. Ən nəhayətən ikisi də nədir? Kod yazmaq üçün bir yerdir. Hansı ki bizim işimizi asanlaşdırır. Okay, siz bunu köçürün zəhmət olmasa. Köçürməyə qoymusunuzsa, mən qulaq asırsınızsa, mən ya da 2 dəqiqə gözləyirəm. Bunu saxlayım. Hə, uşaqlar, baxırsınız? Evet. Okay. Mən indi nə edəcəm sizinlə? Bu yazdığımız kodların hamısını bir yerdə saxlamaq üçün ümumiyyətlə biz kod yazarkən ən çox elənilən səhvlər part 1. Xahiş edirəm, baxın. Tələbələrin ən çox elədiyi şey nədir? Məsəl üçün, mən task vermişəm. Nəsə bir ora yazı yazmalıdır, deyək ki. Tələbə nə edir? Yəni siz. Yazır buraya, axtarışa Visual Studio Code, tab girir. Bura yox. Bir dəqiqə, məndə yoxdur Visual Studio Code. Şöyle desem, heç mənim özümdə yoxdur. Bir dəqiqə gözü görüm. Ben siz o saytına girəcək. Birinci işlər sizə özünə girəcək. Ya, o məndə... Yox, hə, var məndə. Bir dəqiqə. Shortcut'ı zadı çıxarmamışam yəqin. Məndə olmalıdır axı. Hə, var, məndə var. İndi. Bax, nə edirlər uşaqlar? Axtarışa yazırlar ki, nə bilim, Visual Studio Code, hə, buradaymış. Birbaşa girirlər proqrama. Baxın uşaqlar. Birincisi... Nara biraz gözcə doyayıb eləcək. Yox. Birbaşa proqrama girməyin. Çünki bax, nə edirlər uşaqlar? Gəlirlər bura. Siz burada, baxın, nə yazılıb bu fayl hissəsinə. Bunlar nədir? Yavaş-yavaş biləcəyik, narahat olmayın. Bu Visual Studio Code'dur uşaqlar. Kod editordur. Hansı ki biz burada kodlarımızı yazacağıq. Nə edirik? Biz burada adətən belə girmirik də proqrama. Bir də bunu çıxardım ekrana qoyum. Deməli. File location hardadır? Sağ klik niyə işləmir? Store yox heç şey. Aha. Bir də ekrana qoyum. Ben parasit olmuşsunuz. Orada parasiti gözlemem yetmedi. Allah. Hə, nə bilim. Call of Duty oynamış ola bilərəm. İndi, baxın, Visual Studio'muzun shortcut'ını qoydum bura. Kod yazmamışdan qabaq nə edirik? Bir dənə folder yaradırıq. Baxın, folder. Buna adı qoyaq ki, nə yazaq? C04 C04 Və yaratdığım folderi mouse'dan sürüşdürüb burada eləyirəm. Bura baxın, Visual Studio açdı. Və burada belə bir şey gəlirsə, bunu da trust eləyin, geçsin. Lazım deyil. Baxın, folderdə nə yazılıb? C04. Okay. Belədirsə, əgər müxtəlif belə klikləyin. Всё. Buranı bağlayaq. Məndə AI açıq deyil. AI-də açımın ölçəmə mərhələsinə lazım deyil. Okay. Bura baxın uşaqlar. Bildiyiniz adı belə deyil. Aplikasiyalardan biridir. Yəni klassikdə bu fayl bölməsi var. Həm fayl bölməsində save var, save as var, nə bilim open file, nə bilim nə, new files var. Normaldır da bunları bilirsiniz də. Çox üstündən şeyləmək girmək istəmirəm. Lazım olduqsa hamısını biləcəyik bu arada. Nəysə, qısaca mən burada bir dənə fayl yaratmaq istəyirəm. Baxın, burada new file var, bir də folder var. Biz bilirik ki, folder papkadır da, belə deyək, qovluqdur. Fayl isə fayıldır. Bizə fayl lazımdır qısaca. Klikləyirəm. Bura yazıram ki, dəyişəndir də, nə istəsəm yazaram da. Deməli, adətən adını amma qoyurlar index. Və bunun uzantısını da yazıram ki, nöqtə HTML. Bax, nöqtədən sonra HTML önəmlidir. Nöqtədən əvvəl istəsəz bura, nə istəsəz yazın. Yaxşı, adı dəyişəndir də. Adətən amma HTML sənədinin adını index qoyurlar. Anne, yeter yaptınız mı? Bir daha şey... Hələ eləmə, mənlə bir yerdə eləmə. Yox, mənlə bir yerdə eləmə. Hələ ki sən... Hələ ki bura... Avtomatik aktörün acıları görmədim. Narahat olma, çıx. Bu dəqiqə ehtiyac yoxdur.
Sən bu dəqiqə mənə qulaq as. Dərsin ikinci hissəsində siz kod yazarsınız onsuz. Yorum ne yaptın? Deyirəm ki, qulaq as. Sən bura baxmırdın? Ben size yaptım otomatik ona göre. Ekranda bir dənə folder yaratdım. Visual Studio da buradadır, hə? Folderi sürüşdürdüm bura. Всё, başqa heç nə eləmədim. Məndə atmaq olmur, folder şeyin içinə. Amma məndə də olmadı. Bəlkə Visual Studio açıqdır uşaqlar. Visual Studiodan çıxın. Baxın, çıxın. Açıq deyil hazır. Və indi belə eləyim. Oldu. Mənim sizin haqqanın içində nəsə var, Hə, heç nə yoxdur. Ay kişi, gələ sileyim. Bayaq yaratdıq da sizlə bir yerdə. Hara baxırsınız, qurban sizə? Heç nə yoxdur, bax, bomboş papkadır. Tulladım bura. Mən özüm olmur. Az görüm ekranı. Hər şey. Yəni burada nə qeyri-adı var ki? Məndə nə tərdir çünki? Məndə də belədir də. Bax. Turanda belədir deyir, məndə işləmir. Ay kişi, məndə də belədir. Nə var ki burada? Heç nə yoxdur. Bayaq yaratdıq. Adı kod yazmışam, belə bir ortada kod Ona görə yazmışam. deyirəm ki, qulaq asın, bir yerdə eləyəcəyik. Bilirəm çətinliklər harda olur. Bir dənə index HTML faylı yaratdım. Amma .html olmalıdır mütləq. Və bura shift nida qoydum. Shift nida qoyandan sonra enterə bastım. Bu mənə HTML sənətini bir növ skeletini yaratdı. HTML sənətinin skeletində fikir versəz, tag bütün kodlar nəyin içərisində? Bizdə uşaqlar tag dediyimiz bir şey var. Tag. Tag nə olan şeydir? Bunun içərisinə yazaq. Tag dediyimiz şey kiçik D işarəsindən başlayır. Bura məsəl üçün tag name yazırıq. Tagin adı olur burada və onun bağlanışı olur. Bağlanışı. Bu tag dediyimiz şeyin başlanğıcıdır. Bir də bunun sonu olmalıdır. Sonu da necə yazılır? Yenə kiçik D ilə başlayırıq. Amma burada slash olur. Adətən imkan vermir. Məndə extensionlar var. Onu sizə də köçürdəcəm. Slash olur. Slashdan sonra tag name və böyük işarəsi ilə bağlayırıq. Bu bizdə ümumi bir tagdir. Və bizdə bu tagin bax içi var. Tagin içi deyirəm. Bura yazırıq ki, məsəl üçün nəsə bir text yazırıq. Baxın. Bu məntiq aydındır. Bu məntiq. Sonra gələcəyik, bura haqqında danışacağım. Bu aydındır uşaqlar. Bəli. Ay sağ ol. Mənim tagla Tag- text oldu. Yox, tagin adı yox. Tagin adı bax burada yazılır. Bax adını yazmışam ki, tag name burada yazılır. Burada məzmun yazılır, məzmun. Məsəl üçün Əli. Bu hələ belə bir şey kod yoxdur ya. Mən prosta tag nədir onu izah edirəm. Biz hələ tag nədir onu başa düşmək istəyirik. İndi bax любой bir tagə baxın uşaqlar. Baxın. Bax bu body burada tagdir. Fikir ver. Kiçik dillə başlayıb tagin adı yazılıb və bağlanıb. Sonra kiçikdir slash body və böyük işarəsi. Və bunun içərisi var ya, bax bu iki tagin var. Burada bizim kodlarımız yazılır. Bura kimi aydındır? Hə? Ay sağ ol. İndi fikir versəniz bu bir HTML sənətidir. HTML sənət deyəndə yəni HTML dokumentidir. HTML faylı. Bunu da sübut edən şey nədir? Baxsaz, baxın. Bu mütləqcə HTML ilə başlamalıdır. HTML kodları, hətta mən sizə bir dənə sayta da girim, bizim sayta. Bunu biraz böyüdək. Elementlərə gəlirəm. Fikir verin uşaqlar, eyni şey. Eyni şey. Nə yazılıb bura? HTML. Doctype saat, bunlar hamısına gələcəyik. Bax, Doctype, HTML, head, body. Fikir verin. Mən option şeyi seçmək istəyirəm. Bax, option ana səhifə, bax, body-dədir. Bunlar hamısının bir mənası var, deyirəm indi. HTML sənətidir. Bura head yazılıb. Head tagi yazılıb. Head taginin içərisində bizim bir neçə taglərimiz var. Bunların tam dərinliyinə girmək istəmirəm. Bunlar haqqında danışacağıq. Head tagi qısaca
faydalı materiallara girək. Head tagi. Qısaca saytın görünməyən tərəfidir və sayt haqqında məlumat verir. Məlumatı amma bizə vermir, istifadəçilərə vermir. Bir növ serverə verir. Bir də var body tagi. Baxın, söhbət bu. Səsimi bağlamadım. Hə, bağlamışdım. Səsim gəlir. Aha. Və burada bizdə body tagi var. Bax, burada ki, biz любой bir sayta girdik. Любой bir sayta, bax bu. Bütün kodlar var, uşaqlar. Bütün kodlar body taginin içərisindədir. İstəsəz, mən sizə bunu da həqiqətən göstərə bilərəm. Baxın. Body tagini hal-hazırda seçilidir. Bütün ana səhifə fikir verirsəz seçilidir. Baxın. Mən istəsəm bir dənə elementi bax, seçirəm. Bax, bu elementlərin hamısı body taginin içərisindədir. Deməli, body tagi neymiş? İstifadəçinin gördüyü tərəf, bütün görünən tərəfin kodlarının olduğu yer. Amma fikir versəz, bu body tagi də dağda daşlarədə deyil. Nəticə etibarilə bu ikisi də HTML taginin içərisindədir. Aydındır? Müəlliməz hid nədir? Head bilsiz nədir? Baxın, biz deyirik ki, sayt haqqında məlumat veririk. İndi bura nə yazılıb? Bax bura. Tagin adı nədir? Title. Dokument yazılıb. Mən deyirəm ki, salam C04. Düzdür? İndi buna fikir verin. Sizdə Go Live yoxdur. Ona görə belə deyirəm. Go Live köçürək sizə. Adı ki, müəllim. Nə yazılıb? Salam canım. Aleykümselam. Bax, bura yazdığım kod, head tagin içərisində title yazdığım kod artıq burada görsəndi. Bunları zamanla oturan bir şeylərdir uşaqlar. Və siz fikir versəz tərifə, head taginə yazmır. Saytın görünməyən tərəfdir və sayt haqqında məlumat verir bir növ. Bunlar zamanla oturan şeylərdir. Yaxşı. Bunları belə deyək də 1-2 günə tam başa düşə bilərsiniz. Bu dəqiqə inanmıram başa düşəsiniz. Qısaca uşaqlar, mən nə kod yazıramsa, body taglərinin içərisində yazıram. Yaxşı, yəni bax burada. Okay, nə yazırıqsa burada yazırıq. Bu tərəflərə dəymirik. İndi HTML sənədindən danışdıq. İndi başlıq tagləri. Uşaqlar, başlıq tagləri dedikdə, title dedikdə nə nəzərdə tutulur? Bunu bilirik. Başlıq nədir bilirik? Yəni Azərbaycanla başlıq nə deməkdir? Biz nəsə məlumat verəndə onun bir yəni taca adı da. Hə də, məsələn siz Word-də bir şey yazırsınız da, bir şey yazırsınız. Məsəl üçün nə deyək? Kiməsə məktub. Kiməsə məktub yazırsınız. Bunun adı da başlıq kimi nə oldu? Yaxud bir dənə bura bold necə eləyə bilərəm? Nə bilim belə elədik də deyək. Buna şriftini məsəl üçün 20 eləyək. Hə. Bu oldu nəsə bir başlıq, düzdür? Və ondan sonra keçirsiniz. Bura keçin. Keçirsiniz artıq nəsə yazmağa. Onun şriftini azaldırıq. Keçirsiniz nəsə yazmağa. Düzdür? Bax, bu məktub sözü oldu başlıq, düzdür? Və saytlarda da biz bunu yarada bilməliyik. Məsəl üçün, JetSchool-a xoş gəlmisiniz. Bu bir başlıq olmalıdır, səhv etmirəmsə. Başlıq təqi ilə yazılmalıdır. Naxaq görək nə ilə yazılıb. Burada. What. Bura nə yazılıb uşaqlar? H1. Aha. H1K. Gəlin biz də H1 yazaq bura. Görək nə olacaq. Yazıram bura H1. Enterə basıram. Neynədir?
Baxın, bir dənə biz hal-hazırda bir dənə təqiq qoyduq bura. Amma bu təqiqin biz içinə Amma biz burada şeyə baxsaq, başa düşmürəm ki, heç nə. Yazacağız sonra ekranda çıxacaq Ha. onu. Bu bir başlıqdır. Nəsə belə bir şey yazdım. Ekranda nəsə görmürəm. Ctrl R-ə basıram. Yəni refresh eləyirəm. Belə də eləyə bilərik. Belə görə bilirik. Başlıq. Hal-hazırda biz ilk dəfə HTML sənədində, HTML dokumentində və ya faylında bir şey yaratdıq və onu ekranda göstərdik. Bunu necə elədik? Bir də Ekranı bir də olar paylaşım. Bir də məndə şey olmur. dedim Faylı axı, ata bilmirəm. Uğur, dedim axı gözlə. Sən mənlə bir yerə yazmağa çalışma. Onu eləsən, bunu qalacaq qıraqda. Sən bu dəqiqə qulaq as, 5 dəqiqədən sonra sən yazırsan olsun, narahat olma. Mən bunu necə elədim? Bir dənə index HTML yaratdım. HTML strukturumu yaratdım və bura H1-in içərisinə belə bir söz yazdım. Bunu necə run elədik? Run eləmək üçün bizim bir çox üsullarımız var. Üsullardan biri Bu kadar avtomatik gəlir. extensionlar var, uşaqlar. Onun gələcək də. O hələ girməyin o söhbətlərə. O tamam başqa bir mövzudur. Olduğum yerə bax burada sağ klik elədim. Üçüncü nə yazılıb bura? Reveal in File Explorer. Bura kliklədim. Bu nə edir? Folderin içərisinə həmən yeri tapır. Həmən faylın yerini tapır. Bu fayla klikləyirsiniz və açılır sənədiniz. Aydındır? Aha. Sonra keçdik belə. Bizdə H1 var. Sonra H2 var. Aşina şey var. Ben 5'e kimi idi elə? Gəlin yazaq. Yox, yox. H2 nə işə yarayır? Bax gör nə işə yarayır. Nə işə yaradı səncə? Nə oldu? Altında alacağız açıklaması. Text yazmaq. Gəlin H3 də var. Aşağı biraz diyorum. İndi bax, neynə də H3? Nə oldu? Açıklama olacaq. Ben getdikcə daha qısalır. Bəli. Uşaqlar, Daha balaca. burada bir məntiq var. Deməli, Necə ortada olsun H4 var, yazılar. H5 var və yazıların ortada olması üçün Ha. sən hələ bunu yaz. O CSS-dir balam, onu Sənə deyim. bir qorxu. Bunu yaz Sənə hələ. bir sürü qorxu. Sən qaçma, qabağa qaçma. İstəsiz burada salam yazın. Baxın, H1, H2, H3, H4, H5, H6. Sonuca Fərqini görünüşdə başa düşdük, nədir? Bunların hamısı uşaqlar. Ümumiyyətlə H sözü heading, yəni başlıq sözündəndir. Heading 1, yəni H1 ən böyük başlıq təqidir. Burada da bunları sadəcə ölçü fərqi var. Başqa heç nə. Bax. H1 ən böyüdür, H6 ən kiçiyidir. Başa düşdük? Hə? Yoxsa yox? bəli. Müəllim, mən başlıq dediniz, başa düşdüm, okey, başlıq bildik. Mən adi nəsə yazı yazmaq istəyirəm də. O bayaq Word-də yazmışdıq, məktub yazdığı başlıq. Text. Adi yazmaq istəyirəm ki, burada salam filan kəs, necəsən? Bir orada məsələn bunları yazmaq istəyirəm. Bunu adətən HTML-də nə ilə yazırıq? Hə. Uşaqlar, normalda bunun bu kimi Text. deyilir. Yox, o text yox, bizdə P təqi var uşaqlar, P təqi. P təqi nəyin açılışıdır burada? Paragraf sözünün qısaldılmışıdır. Biz paragrafın içərisində yazı yazırıq. Salam C04 HTML-in ilk dərsinə xoş gəlmisiniz.
Nis. Bax. P təqi də budur. Yəni paraqraf. Sual var. İndi bunu siz nə? Öğretmen olur. P ne oldu dediniz? Öğretmeniniz olur. Bir dəqiqə. İndi bir suala. P paraqrafdır. Adi tekst yazmaq üçün. Məsələn, biz bura başlıq yazdıq, sonra adi istəyirik bura nəsə bir şey yazaq. Belə deyək də, məktubun özünü yazaq da. Biri var məktubun başlığı, biri var özü. O P-də adi prosta yazı yazmaq üçündür, paraqrafdır. Bunlar başlıq təqlərdir, title'larda bir növ. Bunlar isə adi tekst. Aydındır, Tunar. Evet. Aha. İndi böyütmək nəyə deyirsən, Uğur? Uğur idi. Şimdi yazı mesela biraz bazı oldu. 11. böyle. Onlar hamısı görünüşə girir, CSS-dir. Hə, onlar CSS uşaqlar. Siz hələ ki skeleti öyrənirsiniz. Hə, Adı yapmak çıktı. HTML'de sadece salam aleyküm yazılır. Ben başka işinden değil. bu dəqiqə hə. Bu dəqiqə hə. Sən darıxma, balam. Bax, mən uşaqlarım 4 ayın sonunda bunu özləri yazmışdı. Bax bunu, bu saytı. Bax bunu. HTML, CSS və JavaScript. Siz də yazarsınız. Amma bura gedən yol buradan keçir. Qaçmayın, qabağa qaçmayın. O səhvi eləməyin. Hələ ki HTML deyil. Yaxşı. 2 dərsdən sonra beynimiz yanacaq, onda danışarıq. Asan gəlir hələ ki. İndi sizə deyək ki, bu asan gəlir, hə? Bax, kodu heç ara aparmıram. Kod gözünüzün qabağında. Eynisini eləyin və mənə göstərin. Eynisini. Benim bir tane onların da ekran paylaşım bir tane Hə, paylaşın. bakarsınız. Aha. Bir dənə bu şeyi də göstərin, başlayaq. Deməli uşaqlar, birincisi autosave-i bağlayıram birincisi. Birincisi nədir? Bunu da silirik. Belə bir məsələ var. Siz gəldiniz bura, nəsə bir kod yazdınız da, deyək ki, salam. Buna diqqət eləyin. Burada bir ağ bir dairə var. Bax burada. Bu o deməkdir ki, siz bu faylda bir dəyişiklik eləmisiniz. Amma bunu save eləməmisiniz, yəni yadda saxlamamısınız. Bunu necə eləyə bilərsiniz? Bunun ilk üsulu CTRL plus S-dir. S burada save-in S-idir, yaxşı. Yəni Ctrl S-ə basıram, fikir verin, yumru ağ dairə getdi. Bu demək ki, fail yadda saxlanıldı. Bu bir. Sonra çörelim. Nə? İşte mesela kontrol etsin olur. İşte bunlar Save eləyirik. Nəsə kodda dəyişiklik eləyirik, biz onu yadda saxlayırıq. Bu birinci üsul. İkinci üsul nədir? Fail hissəsinə gəlirsiniz. Burada auto save var. Auto save-i aktivləşdirirsiniz. Bu nə edir? Siz hər kod yazdıqca özü yadda saxlayır. Daha ehtiyac yoxdur sizi hər dəfə Ctrl S-ə basmağa. Bu bir məsələ. Aydındır? Okay. İkincisi məsələ nədir? İkinci məsələ burada bizdə extensionlar bölümü var. Baxın. Görürsüz bu hissəni. Extensionlar bölümündə bu indi biz bu saytı necə ayağa qaldırmalıyıq? Extensionlarda bizdə Go Live dediyimiz bir şey var. Go Live. Yaxud Go Live yox, Live Server. Live Server. Axtarışa yazırsınız Live Server. İlk çıxan. Burada mən bunu şey elədim. Siz bunu köçürdürsünüz. Uninstall edeyim, hətta gəl belə deyək. Baxın, Live Server var. Burada mən gəlirəm, bunu install edirəm. Install elədim, все. Gəlirəm təkrar bu fayl bölməsinə bastım və buradan da çıxıram. Bunu eləyəndən sonra uşaqlar, bax sizdə burada Go Live deyilən bir şey gələcək. Siz bunu ayağa qaldırmaq istəyirsə, yəni bir proyekt kimi run eləmək istəyirsinizsə,
Gəlirsiniz sadəcə Go Live-ə klikləyirsiniz. Go Live-ə klikləyəndən sonra sizdə bu açılır artıq. Aydındır? Və siz təkrar gəlib burada nəsə yazarsınız, H2 olsun. Orada da sağ ol yazar. Baxın, gəldi burada. Alt tabla da keçirəm. Baxın. Okey. Mənim harcayırız. Bir dənə də göstərə bilərsiniz. Bax bu hissədən. Extensions bölümündən. Tamam. Ora live server yazdım. İndi tapşırıq nədir? Xeydə. Hə, indi bunu saxlayıram rekordu, boş-boşuna getməsin. İndi uşaqlar, gəlin onu da deyim. Hə, Normal edeceğim ben. Nereye kadar edeceğim? Tutamıyorum. okey, narahat olmayın. Həll edirik, bir dəqiqə həll edirik. İndi nədir məsələ? Uğur deyir ki, müəllim, tutaq ki, evə task verdiniz. Mən bunu sizə necə atacam? Düzdür? Belə bir məsələ var. Bu taskı necə atacağıq uşaqlar? Birincisi, biz folderi harda açmışıq? Mən indi öz desktopumda açmışdım da, düzdür? Baxın, burada açmışdım. Siz əgər tapa bilmirsinizsə, buradan sağ klik, Reveal File Explorer deyib, belə deyək də, həmən folderinizi tapa bilərsiniz. Bu mənim folderimin adıdır. Birincisi bunu çıxıram, bağlayıram bunu. Həmən bu folderi zip eləmək lazımdır. Zip bilirik də nədir? Kompress eləyirik, zipə, yaxud WinRAR-la eləyə bilərik, fərqi yoxdur. Zipə çöndəririk, ya RAR zip fərqi yoxdur. Çöndərdiniz bu zipi. Bu zipi mənə atırsınız. Şəxsi bölüm şeyə yox, ev tapşırıqlarından yox, çünki köçürmələr ola bilərdi. Artıq indən belə kodları mənə şəxsidən atasınız. Link screenshot ataydı, bir də fayllar. Mənə screenshot lazım deyil ki, mənə yazdığın sənin kod lazımdır. Mənə önəmli deyil. Mən onsuz da koddan bilirəm nəticəni. Amma bunun vasitəsilə mən sizin yazdığınız koda da baxa bilirəm. Əks halda screen etsəz, sizin yazdığınız kodu görməyəcəm. Nə? Discorddan şəxsindən atar. Discorddan şəxsindən atar. Discorddan mənə şəxsidən atırsınız. Hə. Deyirəm, onda sizə bir dənə salam yazın mənim. Yaz. Ağıllarımdır. Bax, indən yazdı ki, şey olsun. Всё. Mənim olsun. Necə yəni? Elxan yazdı, Turan yazdı. Okey. Bu da aydınsa bağlayıram. İndi kim nəyi eləyə bilmir. Sildim o böyük olanı yazdım. Okey, problem deyil. Əgər siz istəyirsə ki, iki dənə ayrı folder, belə bir dənə folderin içərisində iki dənə ayrı fayl olsun, hə? Məsələn, siz artıq yazmısınız ki, index.html var, onun içərisində müəyyən kodlar var. Düzdür? Okey, mən bunu x edirəm. Təkrar gəlirəm. Məsələn, mənim folderimin adı C04-dür. Burada yenə plus eləyirəm. Bura yazıram ki, məsəl üçün task.html məsəl üçün. Artıq bunun içərisində digər kodlarımı yazıram. Всё. O tapşırıq da yazaq, indi verdiyiniz. İndi yazaq, bu dəqiqə. Ha, bu dəqiqə. Bu verməmişsiniz bə. Yo, evə verəcəm. Hələ bunu sən yaz görüm, hələ düzəldə bilsən bunu. Tamam, onu yapacağız. Nə? Biz uzun tapşırığı. Uzun tapşırığı indi burada yazırsan. Evə başqa tapşırıq verəcəm. Onu çatdırağında. Nədə Sən yazsın. bunu hamısını bir kopyalamayasan da. Dedim axı, sən IT tələbəsən, Divisionian olsun. Bura yazırsan ki, bir dənə English text-də nəsə yaz. Orada bunun içərisində nə söz yazılıb mənə önəmli deyil. Buradan girirsən nəsə bir mətn. Hədə bir dənə nəsə bir text mix tapırsan, ya da ChatGPT-yə deyirsən ki, sənə bir text versin, nə bilim 50 söz, 100 sözlük. İndi biz təbii ki, onun asan yolları var. Prost onun asan yolunu biz bir dəqiqə bu günün mövzusu deyil, ona görə keçə bilmirəm də. Asan yollarını göstərəcəm sizə. Necə eləmək olar. Onu hiç bilmirəm, mən narahat olmayım.
Ya da gəlin göstərim də Mənim istəsəz. şəxsi addım erişimdən baxa bilərsiniz. Ev işi deyil o. Baxacam, baxmalı, amma ev işi deyil. Ev işini verəcəm. Uşaqlar, bizdə əgər random sözlər yazmaq istəyirsinizsə, bizdə lorem deyilən bir şey var. Lorem. Baxırsınız. Bir dənə baxın sonra. Bəli. Ama niye değişik ki? Şeydə yazılmayıb da, bugün keçməli deyil əslində. Ev yox, gəl keçim. Proqramla Adam gedir. parmağında diye asıl. Bəs sizə dedim axı, internetin yaz ChatGPT-yə yaz. Onu da eləmirsinizsə bunu eləyin. Yəni mən keçən dəfə kimi o print screen erişsə orada yəni seçdiyimiz şeyi ekrana kopyalamaq olur. Hə, bilirsən. O mən səndə görmüşəm, amma siz istifadə etməmişsiniz niyə kimi. Lorem yazırsınız, enterə basırsınız. Bu sizə bunun tərcümə eləməyə çalışmayın, heç bir mənası yoxdur. Random sözlərdən ibarət tekst verir. Deyəsən 20 dənə hal-hazırda burada söz var. Məsələn, go live eləyək. Baxın, ekranda da belə görsənir. İstəsəz ki, sizə nə? Elə bunu eləyə bilərik. Hə. İstəsəz ki, sizə, məsəl üçün də, bura yazırsınız lorem 30. Lorem 30 nə deməkdir uşaqlar? 30 dənə sözdən ibarət tekst verəcək. Lorem, hələ ki 5 yazıram, 5 dənə. Baxın, bir dənə qulaq as hələ. Hə, başa düşürəm işlər deyirsən. Yazsam verəcək. Lorem yazsam verəcək. Yazdım ha. Gəlmir ki səsin. Gəlir, bir sənə də. Yazdım ha. Başa düşən var uşaqlar. Mənim Mən də yazmışım. yazmışam. Partlayır, qışqırma, mikrofon partlayır, səsin gəlmir. Mənim roet yazmışam. Hə, ay sağ ol, hə. Bir yazsam işləyəcək. Neyse. Ha qardaş bax. Bir dənə lorem yazın, taba bastım, всё. Enterə bastım, işləyir. Başqa yolu yoxdur. Yaxud siz istəyirsinizsə ki, P təqinin içərisinə yazıram, məsələn, lorem 5. Lorem 5 nə edir? 5 dənə sözdən ibarət sizə random söz verir. Bax, lorem 1, 2, 3, 4, 5. Gördünüz bunu? Siz istəyirsinizsə ki, 100 dənə versin, onda yazırsınız lorem 100 və enter. Baxın, lorem 100 və enter. İndi biz bunu, bax, fikir ver. Belə uzun oldu, hə? Biz istəyirsə bunu bir yerə yığmaq. Sağ klik, format dokument elədik. Всё. Görürsüz, hamısını bir yerdə görə bilirik. Koda da baxın. Nəticə də belədir. Gördünüz? Bəli, mən tapşırıram. Uşaqlar- Baxa bilərsiniz. Tamam, baxacam balam. Bir dəqiqə bu tapşırığa baxa bilmərik. Bir dəqiqə mənə göstərməli. Sən bura baxmalısan, bax bir dəqiqə. Yəni, səbirli ol. Tapşırıqdır da, baxacam o 2 dəqiqəlik şeydir. İndi sizə bir dənə də extension deyirəm, onu da köçürün. Extensionlar bölümündə. Prettier. Uşaqlar, bax bu Prettier extensionunu köçürün. İşe yarayır. Faydalı materiallar hissəsinə skrini atdım. Bunu köçürün. Prettier. Sonra hələ heç bunu da köçürün. Yox, köçürməyim, onu izah edeyim sonra. Köçürməyim. Mən deyəni köçürün bəsdir. Prettier'i köçürəndən sonra sağ klik, format dokumenti eləyin. Sizdə burada 2 dənə seçim gələcək. Prettier mi yoxsa nəmi? Siz Prettier'i seçərsiniz, çox tercih etdim. İndi gəl Uğur orada özünü Hem de gösterebilirsiniz. tapşırığa bax. Bir tane kamera seyrediyor. Ben kontrol neye basıyorduk. Buradaki yazılar verildi. Onlar neydi? Kontrollar nəyə basırdıq? Mənim Yazımın bilgisayardaki yazılar verildi. Yaratmaydı falan. Əli, səsin biraz boğunuq gəlir. Tam başa düşə bilmədim açığı. Ben çekim bir ekran paylaşımı bakın. Size gösteremem. Bir dəqiqə uşaqlar, bax bir danışın, bir dəqiqə. Siz çoxsuz, mən təkəm. Başa düşəmirəm. Hə, baxıram ekrana. Baxıram.
Hamdi Abbas Mehmet. Aha. Burada geldiği bu hisse var, bu hisse. Hə. Onu ne yaz onu burada yanına geldi. Yani. Birincisi orada birincisi səhv yazmısan. HTML 2 yox. Sən orada elə yaza bilmərsən. O da Rename elə onu. aslında- Rename elə, sağ klik, rename elə. Sağ klikə bas, rename. Ən aşağıda ikinci. Orada ən sonda ikini sil. Birincisi elə şey yoxdur. Enter. Enter eləyə bilmərsən, orada Ali 2 nöqtə yaz da. Ali 2 yaz da. Ha, başına yazdım. Böyle Ha, nöqtə HTML dedim axı o dəyişə bilməz. So enter. Shift. Nida işarəsi. Nida işarəsi. Ay so. Enter. Başa düşdün? Sizdə hələ yaddan çıxan çox şey olacaq. Ona görə deyirəm ki, indi deyin. Müəllim, nə yazdı Xandun gəlməsi sözləri? Lorem. Nə? Yazıram bura. Özümü öldürənə Lorem. Lorem yaz. Buraya Ay qardaş, yazdım faydalı materialları. Lorem. Özümüz niyə öldürəmiş? Yazdım bura, bax orada. 2 saat boğazımı cıram, başa düşmürəm. Lorem yaz, qutarsın yesin. Okey. Pauz eləyirəm hələ ki, rekord boş-boşuna getməsin. Deməli, bu yükləyin dediyim bu extension nə işə yarayır? Baxın. Siz bura yenə məsəl üçün yazmısınız lorem 200. Baxırıq ki, qardaş, bu hara getdi? Buna bax, fikir ver bura. Mən bunu gərək sola gətirim ki, mən bunu görə bilim də. Belə şey olar, sən Allah, bax, P təqinin açılışı, bağlanışı harda? Siz istəyirsinizsə ki, bunu eyni ekranda görəsiniz, nə edirsiniz? Sağ klik, format dokument, yaxud qısa yolu nəymiş? Shift Alt F-ə basırsınız. Yaxşı. Format dokument eləyirəm, fikir ver, düzəldi. Amma məndə Prettier seçilidir deyə düzəldi. Sizdə belə olmayacaq. İlk dəfə sizdə 2 dənə yuxarıda seçim gələcək. Deyəcək ki, Prettierlə eləmək istəyirsən format, yoxsa nə ilə? Sən də deyirsən ki, burada Prettier'i seçirsən, bitdi, getdi. Dardı. İndi bir dənə elə, Turan. Elə gör alınır, alınır. Oldu, fişik, tarc etdi. Mən 300 yazmaq üçün 3000 yazdım. Dədə Qorqudun nasıl çıxdı bura? Hə, əgər elə bir problem oldusa nə edirsiniz? Ctrl Z. Baxın, dala qaydırır. Əgər əksinə eləmək istəyirsə, Ctrl Y qabağa gedir. Zamanı dala və irəli və geri çəkə bilirik, fikir versiniz. Kaş həyatda da belə olar da. Müəllim, mən Reddit'ə yüklədim, format eləyirəm, nəsə error verir. Error verirsə, aha, gəldik ora, qəşəng. Error verirsə, orada nədir məsələ? Siz kodda xəta eləmişsiniz. Baxın, mən qəsdən bir dənə xəta eləyəcəm. Bir dəqiqə, burada məndə auto rename var. O açıqdır, imkan vermir bizə. Bir dənə bunu bağlayın. Buna fikir verməyin, onu deyəcəm nədir. Okey. Baxın. Format dokumenti eləmək istəyirəm. Getdi özü yazdığı. Deyən görüm düzəldəcək bu. Ay, gedir özü düzəldir, kişi. Tamam. Uşaqlar, Prettier'i də bağlayıram mən. Sizə göstərmək üçün. Məcbur. Bir xəta eləmək istəyirəm, imkan vermir mənə. Aha. Qardaş, hamısını bağladıq axı biz. Hə. Deyən bağlıdır bu. Problems. Editor encoding. Ablar hamısı açıqdır. Prettier. Müəllim, bilirsiniz necə? Error vermir, belə nəsə interesting yazı çıxır. Basanda da yəni heç nə dəyişmir. Aha. Baxın uşaqlar, qəsdən bir xəta çıxartdım. Baxın. Burada qırmızı bir şey çıxdı. Fikir verirsiniz. Gələm ora indi bu. Sən baxacaq görə problem nədir? Burada qırmızı varsa, deməli sizin HTML faylınızda problem var deməkdir.
Siz də buradan baxa bilərsiniz təxminən, amma burada biraz qəribə görsənəcək. Nə? Heç nə başa düşmürsünüz. Baxa bilərsiniz, amma heç nə başa düşməzsiniz. Ya başa düşmək olur. Bir dənə baxım görüm buradan biz onu görə bilərik. Error. Error nədir? Baxın, error mesajımız var. Formatting document errorun növüdür. Deyir ki, yəni formatlaya bilmədim. Opening tag name asılıdırsa not terminated 30-11. Baxaq, 30-11-dəymiş sətirdə. Baxın. 30-cu sətir 11-ci abzasda. Baxın, tapa bildik. Gördün Əli? Gördüm. Gördün? İstəsək taparıq. 30-cu sətir 11-ci abzas. İndi Uğur, sənin probleminə baxaq. Görək səndə problem nədir? Mənim paylaşdım. Okey. Səhv eləməkdən, aha, qorxmayın, aha. Belə də. Aha, elədi. Bəli. İndi bunu sağ klik edirəm. Aha, format dokument. Belə bir şey Aha, çıxır. konfiqur elə, bəli, konfiqur elə. Yuxarıda pretier var ya, onu seç. Aha. Все, qutardı getdi. Bir. Ha, все. Çox İndi go live elə bir dənə. Hə, go live eləmisən? Ha, bu boy vaxt olur, ya eləməliyik. 60'am. Şey, Ha, atmısan. şəxsinizə 60'am. Tamam. İndi Turan nə dedin? Eşitmədim bax. Mən deyirəm bu boy vaxt olur, yoxsa eləməlisən onu. Yox, onu ilk dəfə eləyirsən, sonradan ehtiyac yoxdur. Formatlamağı deyirsənsə, Lüboy vaxtında vaxtsasən elə. Amma o həmən bildiriş var, deyir, mən sizə dedim axı bayaqları, deyəcək ki, nə ilə formatlamaq istəyirsən. Sizə səssizə, onu ilk dəfə quraşdıranda edirsən, sonradan eləmirsən təbii ki. Sonradan heç mən, bax, bu sağ klik işlətmirəm adətən. Adətən nə işlədəm? Qısa yolu, Shift Alt F. Shift Alt F. Xəta var, xətamızda baxırıq ki, nəymiş? Baxın, xətamızı siləndən sonra kod formatlandısa, deməli, əla. Əla. Sual. Heç nə mənim heç nə. Əla. Təbii ki, ilk dəfə siz xəta eləyəsiniz, nə isə yaddan çıxarasınız. O zaman nə etmək lazımdır? Birinci rekord var. Rekordda əslində öncədən bütün problemləri dəfələrlə bunu tələblərlə yaşamışıq deyə bilirəm. Öncədən yaşayacağınız bütün problemləri əslində dedim. Tapşırığı necə yatmaq lazımdır, hamısı var. Buradan baxa bilərsiniz. Əgər yenə nə isə alınmasa, yaza bilərsiniz mənə. Sual var. Okay. Yazımın necə? Yazını necə? Mənim kod. Yazını necə yazım? Sual odur. Kodu necə ataq? Kodu atanda, atmağı göstərəndə mən danışırdım. Yəni İlham, sən başqa yerə baxırdın. Nə etmək lazımdır? Birincisi, bu folder hardadır? Onu tapmaq lazımdır. Məndə buradadır folder. Sizdə başqa yerdə də ola bilər. Birinci folderi tapdıq, düzdür? Və bunu bağlayıram. Proqramı bağlayıram. Proqramı bağlayandan sonra, baxın, desktop deyil, mənə heç buna da ehtiyac yoxdur. İstəsəz belə eləyə bilərik. Bunu zipə çevirmək lazım. Zipə çevirməyi bilirik, də. Kompres elədik zipə, yaxud WinRAR-la. Sizdə hansı yoxdursa köçürə bilərsiniz. Fərqi yoxdur, ikisindən bilməm. Zipə ya da RAR-a çevirdiniz. Ara köçdü bu. Bax, burada. Siz bax, həmən bunu, amma diqqət, ən çox elənilən səhv nədir? Folderin içərisində bu indeks var. İndeksi mənə şey deyirlər, zip eləyib çevirirlər. Belə yox, uşaqlar. Belə mən kodu görməyəcəm. Siz folderi, bəli, folderi zipə çevirməlisiniz. Və bunu da mənə Discord-dan, şəxsidən atırsınız. Всё. Aydındır. WinRAR məsləhətlidir. 60'am mənim. Ha, ya şey deyil, WinRAR da yəni çoxdanın belə deyək də proqramı deyək. Nə deyək? Ya 7-zip var, 7-zip yazılır. Ya onu köçürün, ya WinRAR köçürün, fərqi yoxdur, adi zipdir də.
Sual var? Xeyr, müəllim. Mənim. Okey. Bağlayıram bunu. Sizə